İmtahanda vaxt bölgümü düzgün apara bilmirəm deyə nəticələrim istədiyim kimi olmur. Narahat olma. Problem varsa seminariyamızda həll yolu da var. Siz də imtahan zamanı vaxt çatışmazlığı yaşayırsınız. Vaxtın idarə olunmaması ən uğurlu şagirdləri belə çətin vəziyyətə sala bilər. Halbuki sadə texnikalarla bu prosesi həll etmək mümkündür. İmtahana getməzdən əvvəl elektron olmayan sadə qol saatları aparmağı unutmayın. Bu, sizə zaman bölgünüzü aparmaqda dəstək olacaqdır. İmtahan kitabçasını əlinizə aldığınız anda ilk əvvəl 5 dəqiqə suallara göz gəzdirin. Asan və çətin sualları müəyyənləşdirin. Hansı suallar ki, hesablama tələb edir və yaxud da sizə çətin gəlir, o sualları sona saxlayın. Sizə rahat gələn fəndən başlamağınız daha uğurlu nəticə verər. Vaxtını idarə et ki, nəticəni idarə edə biləsən. Paylaş, dostların üçün də faydalı olsun. Hələlik!